Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Fiqh kitablarında, əməliyyə risalələrdə ictihad və təqlid mövzusundan sonra təharət mövzusu gəlir. Bütün müctehidlərin risalələrində belədir. Təharət bizim dildə sadə şəkildə desək, paçlıq, təmizlik. Biz adətən belə bu sözlərlə ifadə edirik təharəti. Fiqh elmi 3 əsas babdan təşkil tapıb. Biri ibadətlərdir, ikinci müamilələrdir, üçüncü də hüquq və cəzalardır. İbadətlər, məsələn, namaz, oruc, həc, müamilələr, alqı, satqı, icarə, ondan sonra nikah, bu tip mövzulardır. Hüquq və cəzalar. Bunlar da əsasən nədir? Hədlər və təzirlər. Bunları əhatə eləyir. Bu, fiqh elminin əhatə etdiyi babdır. Birinci ibadətlərdir. Təharət mövzusu ibadətlər babına daxildir. İbadətlər 2 hissəyə bölünür. Ya təəbbüdidir, ya təvəssülidir. Təəbbüdi ibadət, qürbət niyyətinə ehtiyacı olan ibadətdir. Yəni, bir əməli görəndə Allah qarşısında bəndə niyyət eləyir. Qürbətən ilallah, ya vacib qürbətən ilallah. Məsələn, namazdır, orucdur, bu kimi əməllərdə gərək niyyət eləyəsən. Dəstəmazdır, qusuldur, bunlarda gərək niyyət eləyəsən. Təvəssüli ibadətlər, bunların əksinə olaraq niyyətə ehtiyacı yoxdur. Məsələn, paltarı paçlamaq, əgər nəcasətə bulaşıbsa, nəcis olubsa, bədən əgər nəcis olubsa, onu paçlamaq lazımdır. Burada niyyətə ehtiyac yoxdur. Demirsən ki, qürbətən ilallah bədənimi paçlayıram, ya paltarımı paçlayıram. Və yaxud da məscidə nəcis bulaşıb. Orada da oranı təmizləmək üçün niyyət lazım deyil. Elə insan, mükəlləf götürür, o işi əncam verir. Gərək əncam versin, gərək bu işi görsün. Gərək bədənini paçlasın, paltarı paçlasın. Ümumiyyətlə, mükəlləfin Allah qarşısında gördüyü bu işlər, bu əməllər 5 ünvanda cəmlənib. Ya vacibdir, ya müstəhəbdir, ya haramdır, ya məkruhdur, ya da mübahdır. Bu 5 ünvan bizim əməllərimizi əhatə eləyib. Bütün əməllərimiz bu 5 əhkam üstündə qurulub. Ərz elədim, təharət mövzusu ibadətlər babının birinci mövzusudur. Təharət 2 qismdir. Yəni, bundan sonra inşallah təharət məsələlərində söhbəti davam eləyəcək, onların əhkamından danışacaq. Ümumi baxanda təharət 2 qismdir. Təharətun ən xəbəs və təharətun ən hədəs. Xəbasətdən, çirkinlikdən, napaçlıqdan olan təharət, paçlanmaq. Bir də ki, ikinci, hədəsdən olan paçlanmaq. Xəbəsdən, çirkinlikdən, natəmizlikdən olan təharət ərz elədim. Məsələn üçün, bədəni paçlamaqdır,
paltarı paçlamaqdır, qabları paçlamaqdır. Əgər qab nəcis olubsa, onu paçlamaq. Və yaxud da ev nəcasətə bulaşıbsa, insanın evi, xalçası, palazı, bunları paçlamaq bu xəbəsdən və natəmizlikdən olan təharətdir. İkinci hədəsdən olan təharətdir. Bu özü iki qismdir. Əkbər və böyük təharət var, bir də əsğər və kiçik təharət var. Bu nəyin müqabilindədir? Çünki hədəs iki qismdir. Əkbər hədəs var, hədəs-i əkbər. Əsğər hədəs var, yəni hədəs-i əsğər. Böyük hədəs var, kiçik hədəs var. Böyük hədəs, məsələn üçün insandan bir şey ifraz olunur ki, boynuna qusul gəlir. Bu hədəs-i əkbərdir. Bunun təharəti də əkbərdir. Ya qusuldur, ya da ki, quslun əvəzinə olan təyəmmümdür. Kiçik hədəsdə o hədəslərdir ki, insanın boynuna dəstəmaz gətirir. Bunun təharəti də kiçik təharətdir. Yəni, ya dəstəmazdır, ya da dəstəmazın əvəzinə olan təharətdir. Salavat, Peyğəmbər, Ali Peyğəmbərə.